Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2024-cü il ikinci bloka düşmüş belə bir məsələnin həllinə baxacağıq. Demək, məsələdə bizə nə verib? ABCD kvadratıdır, BY bərabərdir DF-ə və o da uzunluğu nə qədərdir? 4-ə bərabərdir, 4, 4 və C-yin də bizə 2 verib. Avtomatik bura 2-dirsə, kvadrat olduğundan AF də 2 olacaq. Biz belə deyək, demək nəyi soruşur bizdə? Tangens AKF-i. Biz AKF bucağını bir alfa ilə işarə eləyək. İşimizin rahatlığı üçün biz buradan kvadratın C təpəsindən YF-ə paralel olan bir CM paralel belə deyək, parçası çəkək. Onda uyğun bucaqlar olduğundan, yəni AKF ilə ACM uyğun bucaqlar olduğundan, yəni burada alfa olacaq. Biz bilirik ki, diagonal bucağın tənbölənidir, yəni 45 dərəcə olmalıydı. Demək, bu bucağın payına nə qədər düşəcək? 45 dərəcə minus alfa düşəcək. İndi qaydaq bu tərəfə. Əgər YC 2-dirsə, onda FM də 2 olur. AF-də 4 idi. Demək, buranın da payına 2 qalır. Kvadratın tərəfi də bəlli məsələdir ki, 6 olur. Demək, biz burada 45 dərəcə minus alfanın tangensini yazağın. Yəni, MCD üçbucağından istifadə edərək. Tangens demək, nə olur burada? 45 dərəcə minus alfa bərabər olacaq 2 bölünsün 6 və biz burada tangens 45 minus alfaya toplama düsturunu tətbiq eləsək, tangens 45 dərəcə minus tangens alfa bölünsün 1 plus tangens 45 dərəcə vuraq tangens alfa bərabərdir 3-də 1 olacaq. Bu ifadəni də biz sadələşdirsək, cədvəl qiymətlərini nəzərə alıb sadələşdirsək, alırıq 1 minus tangens alfa bölünsün 1 plus tangens alfa da bərabərdir 3-də 1-ə. Bu tənasibi də həll eləsək, alacağıq buradan 1 plus tangens alfa bərabərdir 3 minus 3 tangens alfaya. Demək, buradan 4 tangens alfa bərabərdir 2 olur və tangens alfa da bərabərdir 4-də 2, yəni 2-də 1 olacaq. Beləliklə, bu məsələnin cavabı 2-də 1 olur, yəni Y variantı. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.